kriptoda AI təəssüf ki, hələ ki balon rolunu oynayır. Elə. Məsəl Tao da var. Tao var. Çox sevdiyim coin. Nvidia Tao'ya çox küllü miqdarda investisiya eləyib. Nvidia investisiya elədikcə Tao aşağı düşür. Yəni nə tər bir şeydirsə, pul gəldikcə Tao aşağı düşür. Onun üçün mən AI sektoruna, kriptoda AI sektoruna o qədər fikir vermirəm. RV çox maraqlıdır. RV barədə sizin də fikirlər almaq istəyərdim. Yəni məncə artıq dünya ora gedir və bayaq dediyimiz kimi də o kripto bazarını əgər canlı tutmaq istəyiriksə və həqiqətən bir likvidlik axtarırıqsa, bu RV-lar bizim üçün önəmlidir. Eyni zamanda əslində işi asanlaşdırır. Yəni keçən o panel müzakirəsində etdiyimiz söhbətdə hansı ki sən otel almaq istəyirsən, daha doğrusu satmaq istəyirsən, sata bilmirsən, bunu tokenizasiya edirsən və bunu səhmlərə bölürsən. Balaca investorlara, çox saylı balaca investorlara satırsan. Hamı ya icarəcisini və yaxud da belə deyək, dividendini götürür, əldə eləyir. Hamı xoşbəxt, sən xoşbəxt, məsələ bağlandı. Yəni ona görə bu gün RV-yə trendinə mən çox önəm verirəm. Amma düşünürəm ki, bu AI da biraz özünü doğrultsa gedəcək, amma mənə görə ən bu dəqiqə optimal variant RV-lardır və böyük baş coinlər. Bitcoin-dir, Ethereum-dur, Solana-dır, Avax-dır, bu tip böyük və likvidliyi olan və arxasında layihəsi olan coinlər, hansı Bitcoin layihəsi yoxdur, biz bunu hamımız bilirik, amma bir sistem kimi yaradıblar. Blockchain-i yaratma səbəbidir əslində Bitcoin. Ona görə də mən düşünürəm ki, Bitcoin-dan heç kim əl çəkməyəcək.